Allah, Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Ya Allah. Deməli, bizim dərsimiz tövhid dərsidir və ilk mövzumuz da tövhidə girişdir. Biz birinci başa düşməliyik ki, biz hansı elmi öyrənirik? Yəni bu tövhid mövzusu bizim həyatımızda nə qədər əhəmiyyətlidir, nə qədər lazımlıdır. Biz birinci bunu başa düşməliyik. Mən məsəl üçün bəzi namaz qılanlarla görüşmüşəm. Əfsuslar olsun ki, onlar Allah barəsində düzgün qənaətdə olmayıblar. Öz zehinlərində bir Allah obrazı yaradırlar və o Allah obrazına ibadət və itaat edirlər. Bu heç bir dərəcədə doğru deyil və doğruluq payı da yoxdur. Məsəl üçün bir şəxslə görüşmüşdüm, o deyirdi ki, mən Allahı nura bənzədirəm. Allahı nura bənzədirəm. Deyirəm, axı Allahın forması yoxdur, bu düzgün bir düşüncə deyil də. Sən öz zehnində Allah obrazı yaratmısan, bunun heç bir doğruluq payı yoxdur. Bəs yaxşı, biz Allahı necə tanıyaq? Allahı necə tanıyaq? Bunun üçün Quran-ı Kərimə müraciət etməliyik öz növbəsində və Əhl-i-Beyt əleyhissalamdan gələn hədislərə müraciət etməliyik. Və dinimiz elmi baxımından iki hissəyə bölünür. Bir üsul-i din var, bir firud-i din var. Bəzi ədəbiyyatlarda əxlaq elmində ayrılırlar, 3 hissəyə bölünür. Amma xüsusilə mən 2 hissə görmüşəm. Üsul-i din, bir də firud-i din. Firud-i din əhkam mövzularını əhatə edir. Əxlaq mövzuları, yəni özümdəki mənəvi rəzalətləri düzəldim, nəfsimi təskiyə edeyim. Çünki nəfsini təskiyə edən nizat tapmışdır. Bu Quranın ayəsidir. Və nə edeyim? Öz missiyama, hədəfimə doğru hərəkət edim. Bu əxlaq elmi. Bir də var əqaid elmi. Buna üsul-i din də deyirlər və yaxud da əhkam elmi də deyil. Üzr istəyirəm, əhkam dedim. Kəlam elmi də deyirlər bu elmə. Ki bu elmin mövzuları tövhid mövzusudur, ədil mövzusudur, nübüvvətdir, imamətdir, məad mövzularını əhatə edir. Biz xüsusilə tövhid mövzusunu elə bir əqaidin daxilindən çıxartmışıq, onu araşdıracaq və öyrənəcək. Allahı tanıma, yəni bir növ tövhid elmi. Ümumiyyətlə qeyd edək ki, Əhl-i-Beyt əleyhissalamdan, xüsusilə İmam Musa Kazım əleyhissalamdan bir hədis var, onu qeyd edim. Hədisdə belə deyilir: İnsanların elmini 4 şeydə gördüm. Nədir bu ağacan? Deməli, birincisi budur ki, Rəbbini tanıyasan. Rəbbi tanımaq nədir? Yəni, öz zehnində bir Allah obrazı yaratmayasan. Doğru Allaha ibadət və itaat edəsən. Bir bu. İkincisi, onun sənin üçün nələr etdiyini biləsən. Biləsən ki, Allah Taala verib bizə bu canı, bu nemətləri, ətrafımızda nələri görürüksə, bəli, bunların bizə kim verib? Allah verib. Üçüncüsü isə səndən nə istədiyini biləsən. Və dördüncüsü isə indi bunların hamısının açılışına gələcəm. Dördüncüsü isə nələrin səni dindən çıxaracağını biləsən. Birinci nə dedi? Dedi ki, Rəbbini tanıyasan. İnsanın Rəbbini tanıması, belə deyək də, bir elmi baxımdan belə bir məsələ var. Hüsuli elm var, hüzuri elm var. Ümumiyyətlə, biz dinin mövzularında birinci hüsuli elm əldə etməliyik ki, bilməliyik ki, Allah kimdir, onun funksiyaları nələrdən ibarətdir. Bunlarla tanış olmalıyıq. İkinci növbədə isə hüzuri elm məsələsi ki var, yəni mərifətimiz artmalıdır. Bir hüsuli elmlə hüzuri elmin fərqini deyəcəm qısaca. Nədir bu? Hüsuli elm budur ki, məsəl üçün mən stomatoloqluq oxuyuram, tutaq ki, kitabı da oxuyuram ki, dişimdə filan şey olsa, karies olsa mənim dişim ağrıyacaq. Bunu oxudum, bilirəm, dişim ağrıyır. Dişim ağrıyacaq. Bir də var ki, mənim dişim ağrıyır, mən bunu dərk edirəm. Bu hüzuri elmdir artıq. Və İmam Musa Kazım əleyhissalam da buyurur ki, Rəbbini tanıyasan. İnsanın Rəbbini tanıması çox mühümdür, çox əhəmiyyətlidir. Xüsusilə insanın özünü həyatı üçün. Bunun Allaha bir xeyri olmayacaq onsuz da. Zariyat surəsinin 56-cı ayəsində Əzza Allahımız nə buyurur? Buyurur ki, mən cinləri və insanları mənə ibadət etmək üçün yaratdım. Amma ki, nə deyir? Deyir ki, sizin ibadətinizin mənə elə bir təsiri yoxdur. Siz ibadət eləyirsiniz mənə, özünüzə görə. Bu sizin özünüzə xeyirdir, özünüzə lazımlıdır. Digər bir ayədə buyurur ki, siz bizə ruzi vermirsiniz, biz sizə ruzi veririk. Baxın, bu ayələr çox mühümdür. Bunu biz həyatımıza, praktikamız, belə deyək də, həyatımıza tətbiq etsək nə görürük?
Misal üçün bir şəxs var idi, qarşıma çıxmışdı. O deyirdi ki, mən aləmi saxlamaq üçün hətta haram bir yol da olsa ona belə əl ataram. Ona belə əl ataram. İnsan bəzən gəlir, Allahın funksiyalarını özü bilir. Yəni elə bilir ki, bu mənim funksiyamdır, ruzi qazanmaq. Ruzini özüm özümə verirəm. Çünki niyə? Kökdə Allah məsələsini düzgün başa düşməyib. Rəbbini tanısaydı belə bir addım atmazdı. Düzdür, razılaşırsınız da yəqin ki mənimlə. Rəbbini tanısaydı belə bir addım atmazdı. Tanımayıb, anlamayıb o mövzunu, tövhid mövzusunu anlamayıb deyə. Çünki məsələ nədədir? Biz planlı şəkildə, düzgün bir şəkildə halal yollarla hərəkət etməliyik və ruzini verən kimdir? Allahdır. Allahdır. Biz bu məsələni bu şəkildə əlbəttə ki də başa düşməliyik. Əks təqdirdə nə baş verəcək? Əks təqdirdə elə biləcəyik ki, biz ruzini özümüzə veririk. Onda nə edəcək? Haram yollara əl atacaq. Bir balaca maaş azalsa, haram yollara əl atacaq. Çünki mövzunu düzgün başa düşməmişik. Bəzən indi Kənan yaxşı bilər, İslam əxlaqı mövzularında olub da Kənan. Bəzən rəzalətlərin baş verməsi elmi səviyyədədir. Yəni mən düzgün anlamamışam deyə mövzunu, ona görə mən rəzalət içərisindəyim. Bəzən də ruh o rəzalətə bulaşır. Çoxlarımızda belə deyək ki, rəzalət mövzusu zehnidir. Yəni ki, biz mövzunu başa düşsək, Allah da indi bizim əlimizdən tutsun. İnşallah ki, gözəl şəkildə biz də mövzunu izah eləyək. Mən daha doğrusu gözəl şəkildə izah eləyim. İnşallah ki, sizə də əziyyət olur həqiqətən ki, məni kimi bir şəxsə qulaq asırsınız da. Allah ömrünüzə bərəkət versin. Məni də dua eləyərsiniz ki, bu mövzular həqiqətən həyatımıza qoy təsirli olsun. Könül istəyərdi ki, bunu bizə böyük ustadlar danışsın bu mövzuları. Amma əfsuslar olsun ki, mən danışıram da indi sizə bu mövzunu. Neyse, keçək mövzumuza. İmam Musa Kazım əleyhissalam nə buyurdu? Buyurdu ki, Rəbbini tanıyasan. Rəbbi tanımaq. İkincisi nədir? Deyir, onun sənin üçün nələr etdiyini biləsən. Situasiyalara baxanda biz Allahı görməliyik. Bütün situasiyalarda Allah var. Və bu Allahı görmək çox mühümdür. Allahı gördüyümüz təqdirdə biz düzgün addım ata bilərik. Əks təqdirdə necə addım atacağıq? Bəziləri elə başa düşür ki, İslam dini deyəndə 5 dəqiqəlik, 10 dəqiqəlik namazda biz ancaq Allaha ibadət edirik, bitdi. Amma bu belə deyil. Biz həyatımızı ibadətə çevirə bilərik. Övladımızla danışıq, valideynlərimizlə danışıq, iş yoldaşlarımızla danışıq, onları Allahın yoluna dəvət, özümüzü formal olaraq demirəm. İndi müəyyən mərhələlərdə o da lazımlıdır. Amma daxili olaraq özümüzü düzəltmək, batini olaraq özümüzü düzəltmək, əxlaqlı aparmaq, bunlar çox mühümdür. Bunlar çox mühümdür və əhəmiyyətlidir. Biz başa düşməliyik ki, hər bir şey verən bizə Allahdır. Əslində bu dünya həyatı eşqdir. Allahla insan arasında bir eşq. Ustadlardan biri belə buyururdu, üzr istəyirəm. Ustadlardan biri belə buyururdu, deyirdi ki, insanla Allah arasındakı münasibət qrammatikadakı isimlə şəkilçi arasındakı münasibət kimidir. Şəkilçinin, indi Azərbaycan dili oxuyanlar bilir də, heç bir mənası yoxdur. Ayrı-ayrılığı da heç bir mənası yoxdur. Da, də, a, ə, ya, yə. Amma ismin mənası var. Misal üçün kitab. Kitabın bir mənası var da, leksik olaraq onun izahı var. Yəni kitab nə demək? Səhifələrdən ibarət, müəyyən bir mövzunu əhatə edən vərəqlər toplusu, belə deyək. Qısaca da indi öz izahımla desək. Amma şəkilçinə biz bir məna qata bilmirik də. Yəni dadə nə deməkdir? Ancaq o ismə qoşulduğu zaman məna qazanır. Misal üçün kitabda. Bu kitabda filan səhifədə qeyd olunub ki, filan mövzu qeyd olunub. Bu kitabda artıq dadə burada yönlü kimi çıxış elədi. Ustad belə buyururdu. Buyururdu ki, insanla Allah arasındakı münasibət budur. İnsan şəkilçiyə bənzəyir. Allahdan ayrı düşsə heç bir mənası yoxdur.
ancaq o ismə qoşulduğu zaman, şəkilçi kimi Allaha qoşulduğu zaman, Allahla bütünləşdiyi zaman ki, Allah elə bizdən bunu istəyir. Deyir, mən yer üzündə bir xəlifə yaradacağam. Xəlifə, Allah Teala insana xəlifətullah deyir. Allahın yer üzündəki xəlifəsi. Amma insan nə edir? O mövzunu anlamır deyə gəlir, düzgün addım atmır. Deyir, yox, mən bədbəxtəm. Yox, filan həyatında bir balaca problem baş verib, düşüb depressiyaya, hər bir şey bağlayıb, ya intihar eləyəcək, ya da ki, cəmiyyətdən təcrid olacaq. Çox hallarda da belə olur. Əfsuslar olsun ki, günümüzdə depressiya halları da artıb. Niyə? Çünki mövzuları düzgün başa düşmürük. Başa düşsək ki, Allah var və hər bir şeyi də bizə verən Allahdır, onda nə olacaq? Həyatımız rahatlaşacaq. Və üçüncüsü, İmam buyurdu ki, səndən nə istədiyini biləsən. Allah Teala bizdən namaz istəyir, bu o demək deyil ki, özünə görə istəyir. Quran oxumaq istəyir, bu o demək deyil ki, özünə görə istəyir. Deyir ki, yəni ki, bunların sənin həyatına təsiri var. Və sənin həyatın üçündə çox mühümdür, əhəmiyyətlidir. Və dördüncüsü də buyurdu ki, nələrin səni dindən çıxaracağını biləsən. İnsan bilməlidir ki, nələri məni dindən çıxaracaq. Nələri etməliyəm, nələri etməməliyəm. Düzgün, belə deyək də, yanaşma nədir? Biz bunları başa düşməliyik. Bura qədər yəqin ki, çətinlik yoxdur. Bu indi giriş mövzusudur deyə, belə deyək də, sadə dildə, xütbə dilində izah edirik. İnşallah gələn mövzularda daha geniş yanaşacaq. İndi giriş dərsidir, giriş mövzusudur deyə, ola bilsin ki, deyəsiniz ki, bu mövzuları bilirik də, biraz keç ağır mövzulara, sadəcə sillabus bu şəkildə tərtib olunub deyə, elə bu şəkildə də davam edirik. Həzrət Əmir əl-Möminin Əli əleyhissalam Nəçül Bəlağədə xütbəsi var. Xütbədə belə buyurur: tərif edənlərin onu layiqincə məth etməkdə aciz qaldığı Allaha həmd olsun. Yəni kim tərif etməyə çalışsa Allahı tərif edə bilməyəcək. Nə qədər tərifləsən də azdır. Və davamında belə buyurur: onun nemətlərini saymaq istəyənlər sayıb qurtara bilməzlər. Hədislərdə, mövzularda var ki, dini mövzularda var ki, deyir, ağaclar qələm olsa, deyir, yer üzündəki bu sular ki var, su hövzələri ki var, onlara hansı mürəkkəb olsa, Allahın verdiyi nemətləri sayıb, yazıb qutara bilməzlər. Yəni, yazıb qutara bilmərik. Yəni, Allahın verdiyi nemətlər o qədərdir ki, biz bunun şükrün bəzən edə bilmirik. Şükür mövzusu da məsələ açılır. Şükür bu demək deyil ki, əlhəmdülillah deyəsən, yekunlaşdı getdi. Şükür budur ki, mənə verilən neməti Allahın, yəni o niyə verilib mənə? O yolda istifadə edin. Siz də məni bağışlayın. Göz verilməyib ki, bizə biz o gözlə Allahın istəmədiyi şeylərə baxaq. Göz verilib ki, Qurana baxaq. Göz verilib ki, düzgün baxaq, düzgün yanaşaq. Göz verilib ki, Qurana baxaq. Göz verilib ki, Allahın istədiyi şeylərə baxaq. Yəni, nemətləri şükrünü əgər vermək istəyiriksə, çünki şükür elə bir şeydir ki, Allah rəhmət eləsin, Ustad Hacı Şahin buyururdu ki, deyirdi ki, ən mənfəətpərəst insan şükür edən insandır. Çünki Allah zəmanət verdi, kim şükür etsə, mən ona verdiyim o neməti artıracağam. Bəli, biz başa düşdük ki, Allahın nemətlərini sayıb qurtara bilmərik. Və Məsum xütbənin davamında belə buyurur: onun nemətlərinin haqqını qaytara bilməzlər. Biz qaytara bilərik Allahın nemətlərinin haqqını. Xeyr, niyə qaytara bilmərik? Çünki biz heç nəyin sahibi deyilik. Nə veribsə Allah bizə verib. Mütləq sahib odur. Bəzən əfsuslar olsun ki, insan bir mərhələyə çatır, tutaq ki, ona bir vəzifə verirlər, başlayır təkəbbürlü eləməyə, başlayır əlinin altındakı, indi biraz bu ifadə düzgün səslənmir, öz əlinin altındakı işçilərə nə edir? Təzyiq göstərir, onlara qarşı təkəbbürlü eləyir, düzgün yanaşmır onlara qarşı. Axı biz heç bir şeyin mütləq sahibi deyilik. Hətta təkəbbürlü mövzusunda
belə bir mənim yadıma gəlir İslam əxlaqı mövzularına qoşulanda təkəbbürlük mövzusunu özümdə belə həll elədim. Düşündüm ki, niyə görə Allah bizə təkəbbürlük etmə buyurur? Niyə görə buyurur? Çünki mən heç bir şeyin mütləq sahibi deyiləm. Əgər mütləq sahibi olsaydım, onda təkəbbürlük eləyə bilərdim. Heç vaxt olmayacam. Nələrim varsa onsuz da Allahındır. Nə varsa məndə onsuz da Allahındır. Bu məsələləri başa düşən insan heç vaxt yorulmur, əzizlər. Həmişə düzgün addım atır, həmişə Allah istəyən yolda addım atır. Heç bir şey onu geri qoymur. Bəzən görürük bir insan namaz qılır. Amma ki, əfsuslar olsun ki, biz hər namaz qılana da elmli şəkildə yanaşırıq. Bu belə deyil. Elm çox mühüm və əsas bir məsələdir. Mən mövzunun başında dedim ki, əqaiddir, İslam əxlaqıdır, əhkamdır. Baxın, bu üçlü lazımlıdır, çox önəmlidir. İndi düz İslam tarixi, məhdəviyyat onlar da önəmlidir. Amma bu üçü elə bir fundamentdir də, bazadır. Bunlar lazımlıdır. Bunları bilmək lazımdır. Və hər bir namaz qılan da cəhd göstərməlidir ki, o məsələləri öyrənsin. İslam marifi ilə tanış olsun. Bunlar şərtdir. Hətta Həzrət Əli əleyhissalam başqa bir yerdə belə buyurur, yenə Nəhcül Bəlağədə olmalıdır. Deyir, ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs. Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış, başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaşbaş və aciz qalan Cəbraili, Mikaili və Allah dərgahına yaxın olan mələklər qoşununu vəsf et. Əli əleyhissalam deyir ki, birinci gəl sən mələkləri vəsf elə. Ondan sonra gedib Allahı vəsf eləyərsən. Heç bunu bacara bilməzsən. Mən misal üçün yadıma gəlir, bəlkə də çoxdan oxumuşam, açığı deyir, Cəbrail əleyhissalamın o qanadları arasındakı məsafə 500 ildir. Qardaş, biz bilirik ki, kilometr var, metr var. Bəs bu 500 il nə deməkdir? Bu nə deməkdir? İnsan, bilsən necə, ağlına sığışdıra bilmir. Misal üçün, biz cənnət düşünəndə düşünürük ki, cənnətdir, bağdır, çaylar axır. Tək belə deyil axı. Biz onu heç düzgün bəlkə də düşünmürük. Düz deyir, orada cənnətdə də bağlar var. Cənnətin deyir, o bağların altından çaylar axar. Orada da bizim üçün evlər var. Hətta Peyğəmbər bir dəfə sahabələrinə söylədi ki, deyir, sizin əməllərinizə görədir, cənnətdə ev tikərlər. Sahabələrdən biri belə deyir ki, ey Allahın Rəsulu, deyir, gör bizim onda nə qədər evimiz var. Ya deyəsən ağacı mövzusuydu, ya ev mövzusuydu. Çoxdan oxumuşam, yadımdan çıxıb. Deyir, gör onda bizim üçün nə qədər ağac əkirlər, nə qədər ev var bizim üçün. Peyğəmbər belə buyurdu ki, dedi ki, əgər yandırmamısınızsa, çünki insanın günahları, əfsuslar olsun ki, insanı geriyə salır. Əgər bu günləri mənim imanım artmırsa, heç azalmırsa da belə deyək, sabit qalırsa, yenə də mən geridə qalıram. Çünki hər bir gün bir nemətdir mənim üçün əslində. İmam Əli əleyhissalam mövzuların birində belə buyurur, söyləyir ki, dünən olub keçib, sabah olacaq, hardan bilirsən ki, olacaq. Deyir, bu ikisi arasındakı qənimət bil, bu günü qənimət bil. Bir nəfər gəldi Peyğəmbərin yanına, dedi ki, deyəsən səhv etmirəmsə Peyğəmbər ona dedi, ölüm sənin üçün nədir? Dedi ki, yəni bu gün yaşayıramsa, sabah bilmirəm yaşayacam ya yox. Peyğəmbər dedi ki, mənim üçün ölüm o deməkdir ki, bu nəfəsi ki alıram ha, bilmirəm sonraki nəfəsi alacam ya yox. Yəni bu qədər ciddi bir məsələdir. Biz buna ciddi şəkildə yanaşmalıyıq. Öyrənməliyik, öyrətməliyik, cəmiyyətə faydalı bir şəxs kimi yetişməliyik. Və Allahın istədiyi yollarla hərəkət etməliyik. İnşallah ki, bir dənə də ayə demək istəyirəm. İbrahim surəsinin 10-cu ayəsindədir. Ümumiyyətlə biz bilirik də, bütün peyğəmbərlər nə ediblər? Əsas missiyaları bundan ibarət olub ki, tövhidi insanlara çatdırsınlar, insanların əlindən tutsunlar. İlahi rəhbərlər, yəni bunun üçün var da, insanların əlindən tutsunlar, Allahın yoluna doğru belə deyək, çəkib aparsınlar.
Amma bəzən insanlar kor olurlar. Mənəvi korluqdan söhbət gedir əlbəttə ki də. Kar olurlar, o sözləri eşitmirlər. Hətta bir mərhələ yuxarı gəlirlər, siz də məni bağışlayın, Allah da məni bağışlasın. Gəlirlər Peyğəmbərə deyirlər ki, sən sehirbazsan, sən dəlisən, sən məcnunsan, sən ki deyirsən mənə vəhy gəlir. Bunlar başa düşmür axı, kordurlar, kardırlar, ona görə başa düşmürlər. Ona görə Peyğəmbərə deyirlər ki, sən dəlisən. Peyğəmbərlər belə deyir. İbrahim surəsinin 10-cu ayəsində belə bir qəşəng bir ayə var. Deyir, məgər Allaha da şübhə etmək olarmı? Məgər Allaha da bir insan Allaha şübhə edə bilərmi? Düşünək də bizi yaradan Allah var. Bizim heç öz daxilimizdən xəbərimiz yoxdur. O ki, bəziləri deyir, bu Big Bang baş verdi, böyük partlayış və yaxud da ki, buyurun, Əbülfəz bəy, buyurun. Kənan bəy, buyurun. Əl qaldırmışsınız. Aleyküm əssalam və rəhmətullah. Bəzən belə olur ki, insanlar necə deyim, maddiyyətlə gördüyünə inanır. Bəli. Elə yerlərdə vəhy gəlir. Bəzən də insanlar Allaha qızıq olmur. Onu necə deyim, onu gəlib deyənə qızıq olurlar. Dediyinə baxırsan, əlinə baxırsan ki, üstə düşmür. O zamanlarda insanları da qınamaq lazım elə yerlərdə. Əslində belə bir şey deyim də, Kənan bəy. İnsanın o rəzalətlərə uğraması birdən-birə baş verən bir hal deyil də. Özünüz İslam əxlaqı mövzularında olmusunuz və məndən də yaxşı bilirsiniz. İnsan ki, müəyyən hədləri aşdıqdan sonra artıq bir var günahı eləyirsən, bir də var ki, artıq günah sənin ruhuna hopub, vərdişə çevrilib. Belə bir mövzu da var da. İnşallah ki, mən indi mövzunun davamında deyəcəm, sənin dediyin fikrə yanaşacağam. Xüsusilə Kərbəla hadisəsi barəsində qəşəng bir mətləb açmaq istəyirəm. Bir 5 dəqiqədə ona ayırarıq, sonra suallara baxarıq, sonra yekunlaşdırarıq inşallah. Deməli, ayədə nə deyirdim? Deyirdim, Peyğəmbərlər ki, gəlir insanlara başa salır, çatdırır ki, Allah var. Amma görür ki, bu qarşısındakı insanlar reaksiyası düzgün deyil də. İbrahim surəsinin 10-cu ayəsində ayə var ki, məgər Allaha da şübhə etmək olarmı? Yəni, biz öz daxilimizdən xəbərsizik, amma ki, öz daxilimizdəki proseslər çox dəqiqliklə gedir. Adicə bir dənə dırnağımız ağrıyan kimi, aləmi qatırıq ki, bir-birinə ki, mənim dırnağım ağrıyır, nə bilim. Adicə bir dənə mədədə problem olsa yata bilmirik. Bunlar hamısı nemətlərdir. Və mənim özüm elə Allahınam. Mən ki deyirəm, o bəzilər deyir, əstağfurullah, mən demirəm. O ateistlər ki deyir, Allah yoxdur. Yaxud da deistlər ki deyir, mən Allaha inanıram, bir yaradıcı var, amma ki dini qəbul etmirəm. Bu bir növ şeytanın məsələsinə oxşayır. Şeytan nə deyirdi? Deyir, şeytan, yəni iblis nə deyirdi? Deyirdi ki, mən səni qəbul edirəm, amma Adəmə səcdə eləmirəm. Yəni ki, Allah anlayışını ümumiyyətlə həyatımıza tətbiq etmək çox önəmlidir. Birincisi bu. Biz həyatımıza Allah anlayışını tətbiq etməliyik. Yəni nə etməliyik? Situasiyalarda Allahı görməyi bacarmalıyıq. Və inanın ki, bu sözümə, inanın ki, həyatımız çox dəyişəcək. Bəzi insanlar var, namaza vəzifə kimi yanaşır. Deyir, 5 dəqiqəyə qılım bitirim, salamı deyir, qaçır. Adam da var ki, namazı eşq kimi görür. Namazı Allahla rabitə kimi görür. Deyir, gedirəm Allahla söhbət eləməyə. Hansınınki daha ləzzətlidir. Bizə deyilib ki, əqimus salat, namazı qaldırın. Deməyiblər ki, namazı qılın. Peyğəmbər namazı qılan, yəni namazın daxilində rahatlaşırdı, aramlaşırdı. Amma əfsuslar olsun ki, çoxlarında belədir ki, namazı qılıb bitirdikdən sonra rahat olurlar.
Əfsuslar olsun. Bu çox məyus edici bir haldır. Elşən İsmailov, Hacı Elşən İsmailov buyururdu, deyirdi ki, bəzi insanlara namaz dağ kimi gəlir. Elə bir dağı daşıyır. Bir dənə gedib dəstəmaz alacaq, 5 dəqiqə bir namaz qılacaq. Deyirəm, mən namazı necə qılacağam, mən nə edəcəm, nətər eləyəcəm. Bütün çətinə salıb da, öz həyatını da çətinə salır, belə olduğu təqdirdə. Allah köməyimiz olsun inşallah ki. Yəni, Kənan, sənin dediyin mövzu... Buyur, Kənan. Müzakirədir, yoxsa dərsək etmişik hələ ki, o dərmanın çoxu sənə, dərman nəyə faydalı, nəyə xeyirlidir? Bəli. Sən reseptimi oxuyur yoxsa? Yox, yekunlaşdırım inşallah, indi keçərik. Müzakirəyə də 5 dəqiqədə müzakirə ayıralım. Hə? Birinci dəfə iştirak edir. Tohid dərsində birinci dəfə də olan. Hə, edib mənim də dərslərim birinci dəfədir. Allah sən salamat eləsin. Evlənməyəmin qardaş. Çox sağ ol, əzizim, var olasın. Ne deyəcəydim? Bəli. Bəzən ola bilir, dedim, təşəbbürlük ola bilir. Aha. Bəzən də insanlar yine əməl baxımından. Bəli, Ya bəli. burada da gəlib insanlara rəhmət sifəti, rəhməti deyə bilmirsən ki, Allah bağışlayır. Bəziləri bunu boş baxıb deyir, mən bu dəyişdi, demə mən də dəyişə bilərəm. Bəli, bəli. Ümumiyyətlə mövzu belədir ki, insan ucala bilər də. İnsanın bir var adi yaşam var, bir var ali yaşam var da. Elə o mətləbə gəlmək istəyirdim ki, Allah mövzusun həyatımıza daxil edə bilsək, situasiyalarda Allahı görə bilsək, biz adi yaşamdan ali yaşama keçid edə bilərik və bu çox önəmlidir və insan elə bunun üçün var da. Ustadlardan biri qəşəng bir ifadə söyləyirdi ki, deyir, müminin cənnətdən aldığı ləzzətdən çox arif dünyadan ləzzət alır. Arif dünyadan ləzzət alır. Yəni, insan necə yaşayırsa, axırda nəticə odur. Yəni, dünyanı biz cənnət kimi də yaşaya bilərik, cəhənnəm kimi də yaşaya bilərik. Dünyanı cənnət kimi yaşamaq lazımdır. Düz deyə çətinliklər olur, olacaq, amma situasiyalarda Allahı görmək lazımdır. Yusuf Peyğəmbər quyunun dibində də Allahdan razı idi. O Misirə baş nazir seçiləndə də Allahdan razı idi. Bunlar çox önəmli mövzulardır və tövhid anlayışını anlamaq insan həyatına belə təsir göstərir. İnsanı ucaldır. Allah mövzusun Allaha belə deyək də eşq yaşamaq çox önəmlidir. Və insanın həyatının qayəsi elə budur da. Niyə? Bax, bir dənə qəşəng bir epizod var. Mən həyatımda çox görmüşəm və düşünürəm ki, siz də görmüsünüz. Görmüşəm ki, misal üçün, valideyndir, hələm valideyn olmayıb, ailə həyatı qurmayıb. Deyir ki, uşağın səsi gələndə mənə çətin olur, mənim öz övladım olsa mən buna necə baxacağam? Deyir, dəli olaram. Amma görürsən ki, öz övladı olur, ona qarşı sevgi yaranır, məhəbbət yaranır. Bunları hamısı Allah eləyir də. Xüsusilə ananın məhəbbəti. Təsəvvür edin ki, anaya o məhəbbəti verən Allahdır. Amma Allah bizi nə qədər daha çox istəyir. Bundan milyon qat çox istəyir. İstəyir deyə deyir ki, ey mənim bəndəm, getmə də, deyir o tərəfə. Deyir, mənə şübhə eləmə də. Belə baxanda Allaha lazım deyil, mən ona bəndəçilik edeyim. Mənə lazımdır, amma ürək yanğısı ilə, yəni belə deyək də, bir növ ədəbiyyat dili ilə desək, ürək yanğısı ilə Allah deyir ki, bəndəm, gəl də mənə tərəf. Mən sənin üçün neyiniyim? Daxili vaiz qoymuşam sənin daxilində. Xarici vaizlər var, yəni o ki, ustadlar danışır. Deyir, situasiyalar, sən deyir, çətinliyə salıram ki, məni görəsən, amma sən yenə də məni görmürsən. Həqiqətən, bu həyat eşqdir. Və dünya həyatı filmlərdən ibarətdir. Bizə sonda bu öz çəkdiyimiz bir növ filmi göstərəcəklər bizə. Və göstərəcəklər, deyəcəklər ki, bax sən bura çata bilərdi, amma burada qaldı. Əlimizdəki o resurslardan düzgün istifadə etməliyik. Düzgün istifadə etmədiyimiz təqdirdə də heç bir yerə çata bilməyəcək, əfsuslar olsun ki. Mövzumuz bu qədər idi. İnşallah ki, bu müqəddimə idi də, belə deyək. Gələn mövzumuzda toxunacağıq. Üzr istəyirəm. Toxunacağıq
Allahın isbatı mövzusuna ki, bir sıra yanaşmalar olub ki, bu dünya öz-özünə yaranıb, yoxsa bunun bir yaradıcısı olub. Ona əqli mövzuda, yəni əqli cəhətlə toxunacaq, əqli dəlillərlə belə deyək. Mövzumuz bu qədərdir. Kiminsə sualı varsa inşallah ki, buyursun. Suallarınızı verin. Sonra yekunlaşdırın. Yəqin bilirsiniz də, mənim Bəli. sualım bir saat, yarım saat sizin vaxtınız var. Buyurun, buyurun. Mən mənim bizə dərs baxmışdım. Hı -hı. O da incəmədən dedim ki, gəlin onlar dərslərə qoşularam. Bir də daha maraqlı olur. Bəli, bəli. Daha maraqlı olur. Bəli. Yanlış fikirləşirəm. Düz fikirləşirsiniz. Səsdə qırılma baş verir. Tam aydın başa düşmürəm. Doğuşun internetinin canına düşmüşəm. Allah salamat eləsin. Nə deyəcəyim? Bəli. Sözləri o sözünü ataram. Bizim dərsə aid deyil mömin qardaş. Quranla bağlıdır, Quran-ı Kərimlə bağlı. Axtardığın cavablar var. Bilmirəm, baxırsınız, tutatsan. Hacı Ramil Bədalov o mövzusu. Hə, o mövzu. Hacı Ramil Seyid Ağarəşid. Seyid Ağarəşid. Yox, baxmıram, izləməmişəm. Hacı Ramil Bədalovun yeni mövzusu çıxıb. Baxa bilərsiniz, ayələrin söhbəti. Qəşəng mövzu. İnşallah ona da baxaram. Bəs dərsimizə aid deyil. Buyur. Gördü keşik suallar yazmışam. Demişəm, mənim qardaşa keşik suallar verək. O sualı boşluqda cavab. Əlbəttə, mən bilmirəm, siz bilirsiniz. Ona görə. Bilmədiyim şeylər, bilmədiklərim bildiklərimdən çoxdur da. Bilmədiklərim daha çox. Buyur. İnşallah siz bildiklərinizdən olar, ya da bilmə, özünüz bilərsiniz. Buyur. Axtarmağa xoşlayırsınız, ona görə deyim, bilmədiyiniz olsun. Hə, buyur. Qeydiyyat da apararam da inşallah. Deyil. Buyur. Onda ataram mən sizə. Hə, onda siz istəsəz yaxşı olar ki, qrupa atasınız. Belə qəşəng müzakirə də eləyərik. Vaxt tapdınızda da inşallah ki, mən cavablandıraram. Bir balaca işlərlə bağlı problem yaşayırıq. Mənə bir sualınız yoxdursa, sualınız varsa buyurun. Sual yoxdursa yekunlaşdıraq. Yox, bir aydır ki, sual hazırlayıram. Ay maşallah. Soruşur, sənin sual yoxdur. Allah səni xoşbəxt eləsin inşallah. Sağ ol, var olasın. Buyurun Əbülfəz bəy, buyurun. Çox sağ olun qardaş, var olasınız. Eşitdim, əsgərliyə gedəcəksiniz. İnşallah ki, sağ-salamat hərbi xidməti başa vurun. Gəlin, cəmiyyətimiz üçün bərəkətli, düzgün insanlardan olun inşallah ki, Allah qorusun sizi. Sağ olun, salamat qalın. Haqqınızı Allah eləyin. Nə vaxt gedirsən Əbülfəz bəy? Əsgərliyə. Pavisyon verilmiş, yıl ayında inşallah. İnşallah, sağ-salamat. Sağ-salamat. Təşəkkür edirəm. İnşallah ki, məndən razı qaldınız. Ya ki, internet problemləri biraz yaşandı. Heç bilmədim necə oldu dərs. İnşallah ki, gələn dərsdən düzələr. Sağ olun, salamat qalın. Sağ olun.